Esselamu Aleyküm değerli izleyiciler. Elvin'in Baxış Bucağına hoş gelmişsiniz. Yeni bir gün ve yeni bir video ile karşınızdayım. Bir müddət idi ki, tanıtım videosundan bu yana videolar çəkmirdim. Təbii ki, bunun da öz səbəbləri var idi, əlimdə müəyyən işlər var idi və Allah həmd olsun artıq demək olar ki, o işləri tamamladım. Bu arada yaxında inşallah çox gözəl super layihələr gələcək. Ona görə məni izləmədə qalın. Və bugünkü videomda isə şəxsi inkişafı və vlogu bir araya gətirərək gözəl və maraqlı bir video çıxarmağa çalışdım. Və bugünkü videomda sizlərə bir gün ərzində nələr etdiyimi, özümü inkişaf etdirmək üçün necə çalışdığımı və s. onları göstərməyə çalışacağım sizlərə inşallah. Və qabaqcadan deyim ki, mən burada saat göstərməyəcəm. Yəni bu saatda bunları edirəm, bu saat aralığında onları edirəm. Çünki hal-hazırda bir çox YouTuber bunları eləyir. Və nəzərə alsaq ki, bizim hər günümüz eyni keçmir, günlərimiz fərqli ola bilir. Hər gün həmən saatlarda həmən şeyləri etməyə bilərik. Ona görə də mən bu videoda etdiklərimi hansı saat ərzində etdiyimi göstərməyəcəm. Lakin gündəlik olaraq sadəcə çalışma rutinimi sizlərə göstərməyə çalışacağım inşallah. Və ümid edirəm ki, bu video sizlərə həm motivasiya olacaq inşallah. Siz də bu cür çalışma rutininə baxıb, ola bilsin siz də artıq belə çalışmağa başlayarsınız. Və həmçinin bu video informasiyalarla dolu bir video olacaq. Elə isə sözü çox uzatmadan və sizləri də çox yormadan videomuza keçid edək. Sizlərə xoş izləmələr. Each story will either be told from a different point in time or by a different person. Let's get started by telling the story as if it is happening right now. Okay, let's go. Julia Roberts' house in Los Angeles is on fire. She calls her friend Will Smith. He thinks that she is just crying wolf. Then she starts to scream at the top of her lungs. So Will Smith calls the firemen. The fire truck gets to her house, but they cannot stop the fire. The house burns down, so Julia Roberts has to move. But she has to leave Los Angeles. She moves to a very small town. At first, it is rough. When I started learning English, my English level was 0. One day, I watched a teacher's video on social media. He said that the traditional way of learning a foreign language is not the best. He said that if you want to speak a foreign language fluently, you practice listening a lot. Listening is very important for learning a foreign language process. Think about when you were a child, you could not speak your native language. You only listen to your parents, maybe your sister, your brother, and other people. After some time, you started saying some simple words like car, bus, and other words. Later you grew up and started speaking fluently and clearly. If you have an elementary level, you can start to practice listening. But if your English level is A0, you start to read storybooks. Try to translate them into your native language. I understand you. Learning a foreign language is a very difficult process. You watch me and you see that I cannot speak English fluently, but I try to speak. In this process, you need strong determination, patience, and discipline. Trust in Allah and work hard. طريقتنا بمعهدنا جليلة تساعد كي تنال به الفضيلة. تميز ذا المكان الأندلسي لتطوير الذوات من الدروس. فلو ترجو البراعة والنجاح فخذ عربية وأجد صلاحا.
وثق صدقا بهذا اليوم والغد بأندلسينا هذا محمد. وسر هذه الطريقة بالصفاء تنال لوعدنا كل الوفاء. فقم واحفظ كثير المفردات لأسماء وأفعال الصفات. وضع نحوا وصرفا في السنابل وكل قواعد لو أنت عاقل. وجدد أولا في العلم نية وقم للدرس مع صدق الطوية. وحاول فهم قرآن وسنة من السلف الكرام بكل منة. Demək, əziz izləyicilər, ingilis dilindən sonra günümün əksər hissəsi proqramlaşdırma ilə bağlı olaraq keçir və mən universitetdə informasiya texnologiyaları ixtisasında oxuyuram və həmçinin onun da tanıtım videosunu sizlərə qeyd etmişdim. Və öz sahəm də mobile app development sahəsidir və gündəlik olaraq bu sahə ilə bağlı tətbiqlər qurmağa çalışıram. Həmən tətbiqlərdə olan səhvləri düzəltməyə çalışıram və həmçinin bundan əlavə olaraq öz proqramlaşdırma bacarıqlarımı daha da çox inkişaf etdirmək üçün alqoritmik məsələləri həll etməyə çalışıram. Yəni gündəlik əsasən, deyərdim ki, günümün böyük bir hissəsini proqramlaşdırma ilə bağlı olan tapşırıqları yerinə yetirməklə keçirirəm. Həmçinin bizim bir komandamız var və o komandada fundamental proqramlaşdırma ilə bağlı olaraq gündəlik yeni dərslər keçirik və həmçinin orada gündəlik olaraq müəyyən tapşırıqları yerinə yetiririk. Bu qədər deyə bilərəm. Əsasən, mobile appdə istifadə etdiyim proqramlaşdırma dilləri C++ və həmçinin Dart proqramlaşdırma dilləridir. Demək, əziz izləyicilər, Allaha həmd olsun, yenə də bir videonun sonuna gəldik. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi, həmçinin öz təklif və iradlarınızı şərhlər bölməsində bildirməyi və yenə də keçən dəfə qeyd etdiyim kimi ekstra mənə dəstəklərinizi göstərmək istəyirsinizsə, bu videonu öz yaxın çevrənizlə, dostlarınızla paylaşaraq mənə öz dəstəklərinizi bildirə bilərsiniz. Hər birinizə xoş izləmələr.